Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Bu günləri sizə elə bir evin təqdimatını eləyəcəm ki, heç bilmirəm, ev haqqında təqdimat eləyim ya yeri haqqında. İlk öncə yerini söyləyeyim. Hörmətli izləyicilərimiz, istədiyiniz ərazi, o ki deyirdiniz ki, Masazır dairəsinə yaxın. Bəli, maksimum 300 metr məsafəsi olar. Bu proyektlərdəki çox sürətdən satılan proyektlərdir, satışda heç vaxt qalmır. 6 otaq, qiymət super. 2 ədəd idi. Biri artıq təmir qutaran kimi satıldı. Digərində təmiri yeni təmirdən çıxıb. Bu da satılacaq. Tez bir zamanda müraciət edin. Çünki bu evlər elə içərilərdə tez satılırdı. İndi isə Masazır dairəsinə yaxındır. Ümumiyyətlə tez satılacaq. 6 otaqdan ibarətdir. Kvadrat sahəsi çox genişdir. Yan tərəfinə, arxa tərəfinə keçmək olur. Həyəti tarqov daşlardan üzdənilib. Rahat şəkildə 4 maşın yerləşdirmək olar. Amma 2 maşın tam rahatlıqla yerləşir. Həyətin işıqlanmasına kimi hər birisi mövcuddur. Zirzəmisi var, həyətin trapı var, bütün sağ qazları var, mərkəzi kanalizasiya sistemi və ümumilikdə bütün kommunallar dediyim kimi var. Torpağın və evin kupçası var. Evimizə daxil olaq. Gözəl bir belə işıqlı dəhliz bizi qarşılayır, geniş dəhliz. Ev yorucu deyil, hörmətli izləyicilərimiz. Çünki təmir zamanı tikinti materiallarının ən yaxşısından, ən keyfiyyətindən və açıq rəylərindən istifadə olunur. Bugün dəbdə olan açıq rəylər, bu hissədə evimizin mətbəxi yerləşir. Qranit betlaq gördüyünüz hissələr hamısı istipoldan təchiz olunur. Vitraj pəncərə, həyət yanı sahəsinə baxın. Həqiqətən də zövqlə təmir olunub. Bu evlər, bu ev sahibi həmişə elə bir gözəl təmir edir ki, evə girən müştəri heç vaxt burada hansısa, belə deyim də, mənfi cəhətlərdən üzləşmir. Yenə də qonaq otağında vitraj pəncərə həyət yanı sahəsinə baxın. TV stend, figurlar, sport işıqlardan bəzədilib. Gizli fon işıqlarına kimi, baxın bu hissədə fon işıqlarına kimi quraşdırılıb. Birinci mərtəbədə əlavə yataq otağı da yerləşir ki, onu da çəkim göstərim sizə. Üstünlüklərdən biridir. Burası isə sanitar qovşaq. Evimiz ümumilikdə 6 otaqdan ibarətdir. Sanitar qovşaq, genişli tavanı, asma tavan. Zəkanların alt hissəsində bir balaca qladovkası da var. İkinci mərtəbədə 4 yataq otağı və eyvana çıxış var. Plus da sanitar qovşaq. Burada da bölgü gördüyünüz kimi dəhliz vasitəsindən hər mərtəbənin elektrik qovşaqları ayrı-ayrılıqda yerləşir gördüyünüz kimi. Bəzi evlərdə kimi 3 dənə avtomat deyil. Burada yataq otağından birincisi. Hər bir aynanın qarşısı açıqdır. Bu evdə xoşuma gələn cəhətlərdən biri oldu. Bu hissədə növbəti yataq otağı, sanitar qovşaq, yenə də asma tavan, 60-20 kvadrat metrlərdən işlənilib. Bu hissədə növbəti yataq otağı. Abşeron rayonu Masazır qəsəbəsi, Masazır dairəsinə maksimum 300 metr ərazidə gözəl qiymətə təklif olunur. Ümumilikdə cüt daşdan işlənilmiş fundament kəmər hər birisi mövcuddur. Mərtəbəsi monolit beton, hər bir otağın kontener xətti ayrıca atılıb. Bu hissədən eyvana çıxışı da var. Bu otağın üstünlüklərdən biridir ki, eyvana çıxışı da var. Baxın, dəyərli izləyicilərimiz, birbaşa Bakı-Sumqayıt yoluna da yaxındır. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.